Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrəfil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və alə alihi və sahbihi və mən təbiəhum bi ihsanin ilə yevmiddin əmmə ba'd. Aləmlər Rəbbi olan Allaha həmd olsun. Bizləri belə gözəl bir məclisdə cəm eləyib. Allah Azə və Cəllə bizləri bu Ramazandan, bu xeyir mövsümündən, bağışlanaraq çıxan qullarından etsin. Allahümme amin. Ramazan eyni zamanda xeyir mövsümü olmasına yanaşı, bağışlanmaq üçün bir fürsət olmasına yanaşı bir mədrəsədir. Bir mədrəsədir. Hər il təkrarlanır da, düzdür? Hər il təkrarlanır və hər il bir ay ərzində müsəlmanlar oruç tutur, öz nəfslərinə sahib çıxırlar, səbri öyrənirlər, düzdür? Yardımlaşmaq, ibadətlər, gecə namazları, sədəqə və bunlar fikir verir hamısı əslində müsəlmanın ümumən həyatında olan şeylərdir və olmalı olan şeylərdir. Sadəcə Allah Azza və Cəllə elə bir ki, bu Ramazan ayında onların bəzilərini xüsusiləşdirib bir yerə cəm eləyib. Və ona görə alimlər Ramazana mədrəsə deyirlər. Lakin Ramazan mömin üçün, müsəlman üçün bir mədrəsədir. Mədrəsə nədir? Yəni orada sən nəyisə öyrənirsən, düzdür? Bəs Ramazanda nə öyrənir müsəlmanlar ki, ona bu mədrəsə adını veriblər. Bax, məsələn, oruç tutur. Oruç özlüyündə bir ibadətdir. Tək Ramazanda oruç tutmaq yoxdur. Başqa vaxtlarda da sən oruç tuta bilərsən, düzdür? Amma Ramazanın orucunu Allah Azza və Cəllə sənə fərz edib. Və eyni zamanda pis sözlər danışmamaq, günah işlər görməmək, davadalaş salmamaq. Adicə, məsəl üçün, bu hədislərin birində Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim yalan söz və yalan şahidliyi tərk eləməsə, yalan danışmağı və yalan şahidliyi tərk eləməsə, Allahın onun özünü ac saxlamağına ehtiyacı yoxdur. Deməli, nədir? Yəni, oruç mücərrədən ac qalmaq deyil. Oruç tutarkən sən dilvi yalandan qoruyursan, gözvi haramdan qoruyursan, qulağı, əlvi və s. Necə ki, Cəbir ibn Abdullah radiyallahu anh deyir ki, oruç tutduğun gündən tutmadığın günü eyni eləmə. Oruç tutduğun gün sən dilində oruç tutsun, gözündə oruç tutsun, qulağında oruç tutsun, əlində, ayağında oruç tutsun. Yəni, bunların orucu necə olur, qardaş? Dilində orucu necə olur? Yəni, pis söz danışmır. Qulağın orucu necə olur? Allahın haram etdiklərini dinləmir. Gözün orucu necə olur? Allahın haram etdiklərinə baxmır. Əl həmçinin, ayaq həmçinin, qəlb həmçinin, hamısı. Və sən bu mədrəsədə adi bir vaxtda onsuz da sən bunlardan bilirsən ki, çəkinmək lazım, düzdür? Amma oruc olduğun zaman görürsən ki, bu işlərə xüsusi təşviq var. Xüsusi təşviq var. Və digər haram işlərdən xüsusilə çəkindirilir. Və bu bir ay ərzində sən buna davam eləyəndə, bir ay ərzində sən bu haramlardan çəkinirsən, sən bu günahlardan çəkinirsən, sən xeyir işlər, namazlar və s. Elə bir ki, sən ona öyrəşirsən, öyrənirsən. Ona görə deyil, mədrəsədir. Ramazandan çıxandan sonra artıq sənə o əvvəllər, Ramazandan əvvəl səbr etmək çətin olan haramlar artıq sənə asan gəlir. Çünki sən Ramazanda bir ay ərzində o günahlardan çəkindirmirsən öz nəfsi məcbur edərək, düzdür? İndi isə oruç tutmursan, amma o haram yenə haramlığında qalır. Məsəl üçün, pis sözlər danışmaq, haram sözlər danışmaq, düzdür? Ramazanda da haramdır, Ramazandan sonra da haramdır. Haqqa girmək, qeybət eləmək, nəmamlıq eləmək, böhtən atmaq. Ramazanda da haramdır, Ramazandan sonra da haramdır. Sadəcə sən Ramazanda xüsusilə ondan çəkinirsən ki, mənim orucumu puç eləyəcək. Orucumu qorumaqdan ötürü ondan çəkinirsən, düzdür? Ramazandan sonra da artıq sən bunu bilirsən ki, bu günahdır, ondan çəkinirsən. Və ya məsəl üçün, gecə ibadəti. Möminlər, müsəlmanlar, yəni onların sifətlərindən ki, gecə ibadətləri etsinlər. Peyğəmbər sallallahu əleyhi və səlləm başda olmaqla, sahabələr, tabeinlər, ətba tabeinlər, gecə ibadətləri onların sifəti olub, vəsfi olub. Hətta Ayşə anamız Peyğəmbər sallallahu əleyhi və səlləmə təəccüblənir, deyir ki, ey Allah Rasulu, Allah sənin keçmiş və gələcək günahları bağışladığı halda, sən səhərə kimi namaz qılırsan, hətta ayaqların şişir. Deyir ki, ya Ayşə, əfələ əkuna abdən şəkura. Ey Ayşə deyir, mən Allaha şükr eləyən qul olmuyum? Yəni Allah Azza və Cəllə mən keçmiş və gələcək günahlarımı bağışlayıb və mən də Rəbbimə ibadət edirəm ki, qoy bunun qarşılığında Allaha şükr etmiş olum. Və Ramazanda isə sən neyəsən? Təravih namazları qılırsan. Düzdür ki, gecə namazlarından da təravih namazlar. Gecə namazı da qılırsan, sonra vitrini qılırsan,
Artıq Ramazan bitdi, təravih bitdi. Amma gecə namazı bitmədi ki. Düzdür? Gecə namazı bitmədi ki. Gecə namazı yenə qala bilərsən. Sonra bax gəlir Ramazanın sonunda fitrə zəkatı. Düzdürmü? Fitrə zəkatı. Şükür olaraq bu ayı səni Allah müvəffəq elədi, səni bağışlanman üçün, bu ayda olan naqisliklər aradan qalxması üçün fitrə zəkatı çıxardırsan. Həmən o ibadətində olan naqislikləri aradan qaldırmaq üçün. Amma bu fitrə zəkatı bu aya xasdır. Amma ümumən sədəqə həmişə var, düzdür? Sən sədəqəyə yenə yönəlirsən, düzdür? Başqa aylarda da artıq. Yəni bu mədrəsə sənə bunu öyrədir. Hansısa haramlardan özünü qoruyub saxlamağı sənə öyrədir. Həmçinin bax, kasıb insanların halını anlamaq sənə öyrədir. Susuzluğun nə demək olduğunu sənə öyrədir. Həmçinin nemətlərin dəyərini öyrədir. Adi vaxtda sənin nemətlər sudur da, orada bulaqdan axır. İçirsən, ürəyin istəyən vaxtda. Amma Ramazanda halaldır ha, özü-özündə halaldır. Amma sən içə bilmirsən. Niyə? Çünki oruçsan, düzdür? O suyun dəyərini onda bilirsən. Onun dəyərini bilirsən ki, bu əslində necə böyük bir nemət imiş. Dəyərli bilir mi? Sadəcə gözümüzü qabana hər dəfə istifadə edirik ki, fərqinə belə varmırıq. Digər şeylər olsun, yeməklər, içməklər və s. və s. Öyrənir. Öyrədirsən, Ramazanda bunu öyrənirsən. Ona görə mədrəsədir. Hər kəs öyrənir, hər kəs.